Aha. Aynur müəllimə, siz mənə deyə bilərsinizmi ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasının neçənci maddəsində əks olunubdur? Neçənci maddə, neçənci hissə? Deməli, 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq hazırlanmışdır. Və ümumiyyətlə müəllimə, siz mənə deyə bilərsinizmi ki, məktəbəqədər təhsil nədir? Məktəbəqədər təlim nədir? Bunların fərqini. Bəli müəllimə. Deməli, məktəbəqədər təhsil müəllimə odur ki, burada uşağın ilkin bilik bacarıq vərdişləri, yəni ilkin bilik bacarıq vərdişləri mənimsənilir, amma məktəbəqədər təlimdir. Yəni uşaqlarda bilik bacarıq vərdişi və səriştələr, yəni burada səriştələri mənimsənilir, həyatda tətbiq etmə bacarıqları əldə olunur, təhsil almaları üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş bir prosesdir təlim. Təhsildə müəllimə isə fiziki mənəvi inkişafına xidmət edən ilkin bilik bacarıqlar və onun nəticəsi prosesi formalaşdırılır. Aha. Yəni ümumiyyətcə müəllimlər məktəbəqədər təhsil, yəni məktəbəqədər təhsil ümumiyyətcə deyəndə bizdə onu ümumiyyətcə nəzərə almalıyıq ki, təhsil deyəndə uşağın dediyim ki, biliyidir. Yəni məktəbəqədər təhsildə uşaq əsasən biliklərə yiyələnir də, uşaq orada öyrənir. Amma təlimdə tətbiq edir. Aha, məktəbəqədər təlimdə isə uşaq özü dediyim ki, bildiklərini başlayır tətbiq etməyə. Daha sonra Aynur müəllimə, siz mənə deyə bilərsinizmi ki, ümumiyyətlə metodist bəs kimdir? Metodistin vəzifəsi nədir? Müəllimə, metodist odur ki, bu bağçada təlim-tərbiyə işini həyata keçirən şəxsdir. Yəni uşaqlarda təlim-tərbiyə işini həyata keçirir, təlim-tərbiyə işlərinə nəzarət edir. Biraz da aça bilərsinizmi müəllimə? Nə deməkdir bu? Yəni bağçada ali pedaqoji mütəxəssis olur. Müəllimə təlim-tərbiyə işlərinə nəzarət edir də. Ümumiyyətlə yəni uşaqlarda. Bəli, düzdür, elədir. Yəni ki, biz burada tərif olaraq desək elədir. Amma ki, müəllimə, ümumiyyətlə metodist belə deyim ki, məsələn bağçaya demək olar ki, bir dənə belə deyim ki, müəllim gəlib də təzə işə başlayır. O müəllimə yön verən şəxs metodistdir. Yəni o məsələn metodist orada bağçada belə deyim ki, tərbiyəçilərə biz belə deyim ki, bağçalarda gündəlik tuturuq. Gündəliyin yazılmasıdır, gündəliyin tərtibidir. Bunların hamısını öyrədən şəxs metodistdir. Bəli, metodist nəzarət edir hamısına. Bəli, müəllimə. Ona görə belə ətraflı bilmək ümumiyyətlə yaxşıdır ki, sizə məsələn testlərdə düşə bilər belə. Yadıma saldınız. Aha. Daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, bizim neçə dənə didaktik prinsiplərimiz var? Deməli, müəllimə, bizim 9 dənə didaktik prinsipimiz var. Birincisi nəticə yönümlülük. Sayın müəllimə sırayla. Bəli, sayın. Nəticə yönümlülük, uşaq yönümlülük, inkişaf yönümlülük, tələb yönümlülük, şəxsiyyət yönümlülük, varislik, Azərbaycançılıq, dünyəvilik, bir də müəllimə inteqrativlik. Yaxşı müəllimə. Mən sizə bir sual verim. Əyani vəsaitlərdən istifadə, daha doğrusu əyani vəsaitlərdən ümumiyyətlə dərs keçirmək hansı didaktik prinsipimizin belə deyək ki, tələbidir? Əyani vəsaitlərdən dərs keçmək. Uşaq yönümlülük müəllimə. Bəli, uşaq yönümlülükdür. Yaxşı müəllimə. Uşağın milli marağı nəzərə alınır orada. Yaxşı müəllimə, belə deyim ki, milli bəşəri dəyərlər bizim hansı didaktik prinsipimizin tələbidir? Milli bəşəri dəyərlər bizim deməli şəxsiyyət yönümlülük. Aha, şəxsiyyət yönümlülük. Ümumiyyətlə müəllimə, milli bəşəri dəyərlər ümumiyyətlə deyəndə nə başa düşürsünüz? Nədir bu milli dəyər? Müəllimə, milli bəşəri dəyərlər xalça muzeyi ola bilər, muzeylərimiz ola bilər. Yəni ki, uşağın Azərbaycançılıq, daha doğrusu Azərbaycanın milli adət-ənənələrinin öyrədilməsidir. Aha. Daha sonra müəllimə, siz mənə deyə bilərsiniz bizim neçə dənə inkişaf sahəmiz var? Deməli, müəllimə, məktəbdə təhsildə 4 inkişaf sahəsi var. Birinci fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, ikinci idraki inkişaf, üçüncü estetik və yaradıcı, dördüncü də müəllimə sosial-emosional inkişaf sahəsi. Aha, müəllimə, indi siz mənə deyin, sadə riyazi əməliyyatları yerinə yetirir. Hansı inkişaf sahəsinin hansı alt standartıdır?
Deməli, müəllimə, sadə riyazi əməliyyatları yerinə yetirirsə, bu idraki inkişaf olur. Əsas standartlarımızdan da 2.3 olur müəllimə. Bəli, müəllimə, düzgün bildiniz. Aha, daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, 3.2 hansı inkişaf sahəsidir? 3.2 müəllimə, estetik yaradıcı inkişaf sahəsidir. Burada əmək bacarıqları nümayiş olunur. Aha, sadə əmək bacarıqları yerinə yetirir. Bir belə deyək, nümunə gətirə bilərsiniz? Mənim əmək bacarıqları uşaqların misal üçün işləri, əl işi deyək də. Nümunə gətirək. Əmək bacarıqları, sadə əmək. Kim deyər? Əmək bacarıqları təbiətdə əməkdir. Sonra məişət təsərrüfat əməyidir, əl əməyi. İndi mən sizə Aynur müəllimə bir sual verim. Məsəl üçün belə deyim ki, deyirik ki, uşaq məsəl üçün otağını yığışdırdı. Bu sizdə fiziki özünə xidmət etməyi oldu. Otağını yəni özü yığışdıra bilirsə. Müəllimə. Mən deyə bilərəm. Müəllimə. Hansı mı? Bəli. Nazirə müəllimə, buyurun. Bəli, 3.2 yəni sadə əmək bacarıqlarını nümayiş etdir kollektivlə. Yəni müəllimə uşaq özü tək edərsə bu özünə xidmət adlanır. Məsələn, tutaq ki, kollektivlə gedirlər, gül əkirlər. Bu sadə əmək bacarığıdır, deyə bilirəm. Yəni kollektivlə iş, sadə əmək bacarığı, məsələn, gül əkirlər və yaxud da ki, nəsə belə. Bəli, müəllimə, çox sağ olun. Aynur müəllimə, indi mən sizə bir sual verim. Aynur müəllimə, siz ümumiyyətlə fiziki inkişafla 3.2 sadə əmək bacarıqları yerinə yetirir də. Bu inkişaf sahələrini necə ayıra bilərsiniz ki, burada uşaqda, yəni ki, ikisində də ümumiyyətlə bu inkişaf sahələrinin hər ikisində fiziki hərəkətlər olur da. Necə ayıra bilərsiniz bunları? Fiziki inkişaf sağlamlıq təhlükəsində özünə xidmət əməyi var. Yəni uşaq misal üçün müstəqil, səliqəli, misal üçün geyinə bilirsə, soyuna bilirsə, rahat, əlini özü yuya bilirsə, bu olur özünə xidmət, fiziki inkişafa aid. Əgər yox müəllimə, uşağa kömək olunursa, misal üçün masalara düz deyilirsə qab-qacağı və yaxud uşaq əgər kömək eləyirsə, onda müəllimə estetik yaradıcıda məişət təsərrüfat əməyi olur. Bəli, müəllimə. Ümumiyyətlə müəllimlər, sizə ümumiyyətlə bir şey deyim. Əgər ki, məsələn, sizə bir dənə situasiya düşə bilər də. Uşaq məsəl üçün səhər belə deyim ki, səhər tezdən durdu yuxudan, əl-üzünü yudu, məsəl üçün yerlərini yığışdırdı, məsəl üçün başladı oyun oynamağa. Bu olur ki, estetik yaradıcı. Niyə? Nəyə görə? Çünki uşaq burada başqa işlə də məşğul oldu da. Əgər uşaq məsələn səhər tezdən durdu, əlini, üzünü yudu və yaxud da ki, uşaq durdu yuxudan, yeməyini yedi və yaxud da ki, hərəkətlər etdi də, nəsə bir hansısa bir hərəkət. Bu olur fiziki ümumiyyətlə inkişaf. Nəyə görə? Çünki orada sadəcə bir belə deyim ki, sadəcə bir dənə iş var da. Uşaq əgər bir dənə iş, fiziki iş məsələn görürsə, bu olur fiziki inkişaf. Əgər uşaq həm o işi, həm də başqa bir dənə iş məsəl görürsə, bu olur estetik və yaradıcı inkişaf sahəsi. Yəni sizin testlərdə qarşınıza belə çıxa bilər. Yəni uşaq bir neçə dənə iş məsəl üçün görürsə, olur estetik və yaradıcı 3.2. Əgər uşaq sadəcə bir dənə iş məsəl üçün özünə aid bir dənə iş məsəl üçün görürsə, bir işdə, o olur fiziki inkişaf. Oldu. Aynur müəllimə, çox sağ olun. İndi isə səsi açsın burada Səkinə müəllimə. Bayaqlar əlini qaldırmışdı Səkinə müəllimə. Bəli, müəllimə, buyurun. Müəllimə, siz mənə deyə bilərsinizmi ki, defektolog kimdir? Neyinir defektologun işi vəzifəsi nədir? Defektolog müəllimə uşaqların əqli fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssisdir. Yəni belə deyim də müəllimə, uşaqların əqli yəni necə deyim, uşaqların əqli fiziki inkişafında hansı bir qüsur varsa aradan qaldırır da defektolog. Bəli, defektolog əqli inkişafla məşğul olan ali təhsilli mütəxəssisdir. Bax, müəllimə hər zaman bunu nəzərdə tutur. Yəni ki, defektolog ali təhsilli olmalıdır. Müəllimə, siz mənə deyə bilərsinizmi ki, icma əsaslı məktəbəqədər təlim qrupu nədir bəs?
İcma əsaslı məktəbə qədər təlim qrupu ixtisaslı pedaqoji kadir olduğu halda yəni valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılan məktəbə qədər yaşlı uşaqların cəlb olunduğu təlim qrupudur. Yəni ödənişli təlim qrupudur. Bəli, ödənişli təlim qrupudur. İndi isə müəllimə, siz mənə deyə bilərsinizmi ki, İKT-dən, daha doğrusu İKT-dən istifadə, yəni ki, etmək hansı didaktik prinsipimizin tələbidir? İKT-dən? Aha. İKT, yəni ki, dövrün tələbləri da, yəni ki, hansı didaktik tərəfdir? Bəli, bəli. Yəni dövrün bildiyim tələblərini daha doğrusu reallaşdırmağı hansı didaktik prinsipimizdə yer alıb ki, müəllimə dövrün tələbini reallaşdırsın? Kim deyər bunu? Müəllimə. Bəli, bu. Tələbi yönümlülük müəllimə. Bəli, tələbi yönümlülük. Çünki yəni ki, müəllimə, Səkinə müəllimə. Çünki nəyə görə? Çünki müəllim dövrün tələblərini yerinə yetirməlidir. O, məsələn, müasirliklə ayaqlaşmalıdır. Mütləq şəkildə bu olmalıdır. Bəli, müasirliyi ilə ayaqlaşmalıdır, bəli müəllimə. İndi isə müəllimə, siz mənə deyə bilərsinizmi ki, formativ qiymətləndirmə hansı inkişaf sahəsinin daha doğrusu tələbidir? Hansı ki, şəxsi inkişafın izlənilməsi? Müəllimə. Qiymətləndirmə. Bəli, bəli. Formativ qiymətləndirmə hansı bizim didaktik prinsipimizin tələbidir? Deyim müəllimə. Buyurun müəllimə. Deyim mən. Buyurun. İnkişaf yönümlü prinsip müəllimə. Aha, inkişaf yönümlülük prinsipi. Nəyə görə müəllimə? Bunu açıqlaya bilərsinizmi? Çünki burada uşaqların bilik və bacarıq vərdişlərinin həyata keçirilməsi, yəni idrak fəallığını həyata keçirən bir inkişaf sahəsidir. Burada formativ və summativ qiymətləndirmə inkişaf yönümlü prinsipə aiddir. Yeganə qiymətləndirməmiz ki, didaktik prinsipimiz diaqnostik, o da ki, uşaq yönümlü didaktik prinsipinə aiddir müəllimə. Bəli, bəli. Yəni biz ümumiyyətlə inkişaf yönümlü didaktik prinsipində uşaqlarda formativ qiymətləndirməni tətbiq edirik. Yəni uşağın şəxsi inkişafını izləyirik, uşağın idrak fəallığını izləyirik. Uşaq necə öyrənir? Baxaq da biz o uşağa ümumiyyətlə qiymət verməliyik də biz o ümumiyyətlə təlim nəticəsinin sonunda. Düzdür müəllimə, düzdür. İndi isə Səkinə müəllimə, siz mənə deyə bilərsiniz ki, məktəbə qədər təhsilin ümumiyyətlə məqsədi nədir bəs? Nədir məqsədi? Nə ola bilər? Məktəbədər təhsilin məqsədi cəmiyyətin və ya dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Aha, müəllimə, indi mən sizin burada sözünüzü kəsirəm. Müəllimə, nə deməkdir bu? Onu bir aça bilərsiniz? Yəni, ümumiyyətlə müəllimlər, belə deyim, biz bu terminləri bilib oxuyuruq, ancaq onun mahiyyətini bilmək lazımdır ki, nə deməkdir bu? Məsələn, davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi. Nə deməkdir? Bunun mənası nədir? Yəni ki, müəllimə, cəmiyyətdə baş verən necə deyim, maraqları, sonra dövlətin maraqlarını özündə əks etdirən fəaliyyət sahəsidir. Mən belə başa düşürəm. Çünki müəllimə. Aha, indi isə mən sizə bunun izahını verim. Ümumiyyətlə müəllimə, məktəbəqədər təhsil pilləsinin ilkin belədir də, yəni uşaq məsələn birinci dəfə bağçaya gedir da, bildiyimiz kimi bağçaya gedir. Və yəni ki ilkin ümumiyyətlə pilləsi olduğu üçün biz əsasən yəni fikrimi sizə belə çatdırım ki, burada varislik prinsipinə uyğun olaraq biz bunu davamlı inkişaf etdirməliyik ki, uşaq bağçadan birbaşa məktəbə getsin. O deməkdir. Onun mənası odur ki, yəni davamlı inkişaf etdirilən, yəni biz burada bağçadan birbaşa uşaqları məktəbə hazırlamalıyıq. Başa düşdüm müəllimə. İndi isə müəllimə, daha sonra məktəbəqədər təhsilin hansı məqsədləri vardır? Məktəbəqədər təhsilin məqsədləri? Yaxşı, bunu başqa müəllimədən soruşacağam. Bəs müəllimə, məktəbəqədər təhsilin vəzifələri hansılardır?
məktəbəqədər təhsilin vəzifələri, yəni hər bir uşaq öz ailəsinə, vətəninə, məhəbbətinə, millətinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, yəni ki, həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət eləməlidir. Daha sonra isə uşaq öz şəxsiyyətini formalaşdırmalıdır. Müəllimə düz vurğulayıram. Bəli, uşaq şəxsiyyətinin formalaşdırılması. Daha sonra sosial pedaqoji baxımdan ailənin dəyərini, üzvü kimi inkişafını təmin eləməlidir. Daha sonra isə təhsil bazası əsasında sosiallaşma tələbatını yaradılması da bu təhsilimizin, məktəbəqədər təhsilimizin vəzifələrinə aidiyyatı var. Daha sonra isə hər bir uşaq keyfiyyəti məktəbəqədər təhsili önəm verməlidir, belə deyim. Daha sonra fiziki, psixi və mənəvi sağlamlığının qorunmalıdır. Bu qədər müəllimə bildiklərim. Müəllimə, çox sağ olun cavab verdiyiniz üçün. İndi isə səsi açsın Gültəkin müəllimə. Səsi açsın burada Sabinə müəllimə. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir müəllimə. Müəllimə, siz mənə deyə bilərsinizmi ki, fəal vətəndaş mövqeyi bizim hansı didaktik prinsipimizdə öz əksini tapmışdır? Fəal vətəndaş mövqeyi. Dəyərlər. Prinsip olaraq. Bəli, prinsip olaraq didaktik prinsiplər. Şəxsiyyət yönümlü didaktik prinsipində. Şəxsiyyət yönümlü xeyr müəllimə. Fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyi. Azərbaycançılıq. Bəli. Azərbaycançılıq didaktik prinsipimizdə öz əksini tapmışdır bu. Bəs müəllimə, siz mənə deyə bilərsinizmi ki, siz mənə deyin, ümumiyyətcə, yəni ki, dinin məktəblərdə, ümumiyyətcə, bağçalarda yol verilməsi olmaz da. Bu bizim hansı didaktik prinsiplərimizdir? Dünyabilik didaktik prinsipinin. Bəli, dünyabilik didaktik prinsipimizdə. Bəs müəllimə, deyək ki, müxtəlifliyi nəzərə almaq hansı didaktik prinsipin tələbidir? Müxtəlifliyi nəzərə almaq. Müxtəlifliyi nəzərə almaq. Yenə dünyabilik. Xeyr müəllimə. Müxtəlifliyi. Uşaqlarda müxtəlifliyi nəzərə almaq. Bir də müəllimə başa düşmədim. Yəni ki, məsələn, bizim qrupumuzda hər cür uşaq ola bilər də. Biz o uşaqların müxtəlifliyini də nəzərə alırıqsa, hansı didaktik prinsipin tələblərini reallaşdırmış oluruq? Uşaq yönümlü. Bəli, uşaq yönümlü. Daha sonra biz belə deyim ki, yaradıcı tapşırıqları ümumiyyətlə vermək hansı didaktik prinsipimizin tələbidir? Uşaq yönümlü, o da uşaq yönümlü didaktik prinsipin tələbidir. Daha sonra müəllimə, iş üsulları, iş formaları hansı didaktik prinsipdir? İş üsulları, iş formaları, didaktik prinsip. İnkişaf yönümlü, yoxsa uşaq yönümlü? Əlbəttə ki, uşaq yönümlü. Çünki biz iş üsulunu, iş formalarını uşaqların meylinə, marağına nəzərə alaraq təşkil etməliyik. Bəli. Daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, 3.1 hansı inkişaf sahəsinin hansı əsas standartıdır? 3.1. Estetik yaradıcı, 3-cü inkişaf sahəmiz olan estetik yaradıcı inkişaf sahəsinin birinci standartıdır. Sadə bədii yaradıcılıq bacarıqlarını nümayiş etdirir. Müəllimə, biz bildiğim ki, düzdür, məşğələləri keçməmişik, amma sizcə 3.1 hansı məşğələyə aid ola bilər? Təsviri fəaliyyət məşğələsi. Bəli, təsviri fəaliyyət. Daha sonra sadəcə təsviri fəaliyyət deyil axı. Bədii təfəkkür məşğələsində. Xeyr, müəllimə, musiqi məşğələsi. Musiqi məşğələsi. Musiqi, bəli. Daha sonra müəllimə, siz mənə deyə bilərsiniz ki, uşaq rəng çalarlarını fərqləndirir. Hansı inkişaf sahəsidir bu?
Estetik yaradıcı inkişaf sahəsi. Estetik və yaradıcı. Ümumiyyətlə nəyə görə müəllimə, nəyə görə estetik yaradıcı? Axı orada biz bu uşağın fərqləndirməsini dedik axı. Rəngləri çalarlarını fərqləndirir. Çünki rəngləri tanıyır. Düzdür, tanıyır. Ümumiyyətlə müəllimələr. Yəni bizdə ümumiyyətlə belə deyim ki, şeydə daha situasiyada düşə bilər ki, rəng sözü varsa, bu olacaq ki, məsəl üçün estetik və yaradıcı. Ancaq ki, rəng sözü yoxdur, musiqi sözü yoxdursa, başqa belə deyim ki, məsəl üçün topları fərqləndirir. Daha biri balacadır, biri böyükdür. Bu olur ki, idraki. Amma ki, rəng sözü varsa, musiqi sözü varsa, bunlar hamısı olur estetik və yaradıcı inkişaf sahəsinə aiddir. Daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, bir dəqiqə. 2.3 hansı inkişaf sahəsidir? 2.3 idraki inkişaf sahəsinin 3-cü standartıdır. Sadə riyazi əməliyyatları yerinə yetirir. Sadə riyazi əməliyyatları yerinə yetirir. Eyni zamanda müəllimlər 2.3 bizim yəni bağçalarda ümumiyyətlə belə deyim ki, müəllimə, sadə riyazi əməliyyatları yerinə yetirir, düzdür. Və bu da bizim bağçalarda keçirilən məntiqi riyazi təfəkkür məşğələsidir. Yəni ki, 2.3 məntiqi riyazi təfəkkür məşğələsinə əlaqəlidir. Həmişə belə, məsələn, əlaqəli şəkildə öyrənəndə ümumiyyətlə dərslər daha çox insanın yadında qalır. Və müəllimə, siz mənə deyə bilərsinizmi ki, kiçik qrupda, düzdür də, məsəl üçün sadə riyazi, ümumiyyətlə ki, riyaziyyat məşğələsi ümumiyyətlə kiçik qruplarda keçirilmir. Bəs onun yerinə hansı məşğələ keçirilir? Sensor inkişafla bağlı. Riyazi məşğələ məntiqi orta qrupdan başlayır. Birinci və ikinci kiçik qrupda sensor inkişaf. Bəli. Ümumiyyətlə sensor tərbiyə məşğələsi. Tərbiyə məşğələsi. Daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, 4.3 hansı inkişaf sahəsinin tələbidir? 4-cü inkişaf sahəmizdə sosial-emosional standartı da 4.3 dözümlülük, tolerantlıq nümayiş etdirir. Hörmət. Dözümlülük. Tolerantlıq digər xalqların milli mənəvi dəyərlərinə, adət-ənənələrinə, dininə hörmətlə yanaşma bacarıqlarının formalaşdırılmasıdır. Tanıması. Müəllimə, siz mənə deyə bilərsinizmi ki, uşaq eyni formaya malik olan əşyaları qruplaşdırır. Hansı inkişaf sahəsidir? Qruplaşdırırsa bu 2.3 standartıdır. Bəli. Sadə əməliyyatları yerinə yetirir, qruplaşdırır, fərqləndirir, sistemləşdirir, analiz edir, sintez edir. Bunlar 3-ə aiddir, 2.3-ə aiddir. Bəli, 2.3-cü inkişaf sahəmizə aiddir. Bəs müəllimə, siz mənə deyin. Bəs məsələn Azərbaycançılıq didaktik prinsipimizə bir nümunə gətirə bilərsinizmi ki? Azərbaycançılıq dövlət rəmzlərimizi tanıtmaq, bayrağımızı tanıtmaq, milli adət-ənənələrimizi tanıtmaq, bayramlarımızı tanıtmaq uşaqlara. Bunlar. Müəllimə, doğrudur. Doğrudur. Gültəkin müəllimə, çox sağ olun cavab verdiyiniz üçün. Sağ olun müəllimə, siz sağ olun. İndi isə səsi açsın, burada Ləman müəllimə. Salam müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Müəllimə, siz mənə deyə bilərsinizmi ki, məktəbə qədər təhsilin məqsədi nədir? Məktəbə qədər təhsilin məqsədi elə ki, məktəbə qədər təhsil ilkin pilləsidir və uşaqların bilik, bacarıq vərdişlərini, əqli, fiziki inkişafın formalaşması ilkin prioritet hesab olunur. Yəni uşağın ilkin bilik, bacarıq vərdişi eləməsi bəs məktəbə qədər təhsilin əsas məqsədi hesab olunur. Bəs müəllimə, bizim hansı inkişaf sahəmizdir ki, heç bir məşğələyə daxil deyildir? Sosial-emosional inkişaf sahəsi. Demək olar ki, hamısı əlaqəlidir, amma ayrıca bir məşğələ kimi əhatə olunmur. Bəs biz bunu məşğələlərdə necə veririk?
Biz bunu müəllimə elə bil ki, digər məşğələlərlə inteqrativ əlaqələndirib verə bilirik. Yəni ki, məsələn idrakla əlaqə elə bil ki, riyaziyyat məşğələsində uşaqlara qrup şəklində fəaliyyət göstəririk və ola bilər ki, əməkdaşlıq edirlər, sosial cəhətdən də bir-birinə ünsiyyət etmələri, bir-birinə kömək etmələri elə bil ki, həm riyaziyyat məşğələsi keçirik, həm də uşaqları sosial cəhətdən inkişaf etdirir, əməkdaşlıq qurulur, kollektivdə iştirak etməyə bacarırlar. Bəli, müəllimə, düzdür. İndi isə müəllimə, siz mənə deyə bilərsinizmi ki, belə deyim ki, yaşlar arasındakı mövzunun düzgün seçilməsi. Bu bizim hansı didaktik prinsipimizin tələbidir? Yaşlar arasındakı mövzunun demək olar ki, düzgün seçilməsi. Bəli, varislik. Nəyə görə? Çünki mövzunun və məzmun bir-birinə əlaqəli olmalıdır. Çünki keçdiyimiz mövzu həm uşağın yaşına, həm də anlıq səviyyəsinə uyğun olmalıdır. Biz elə bil ki, belə deyim ki, böyük qrupa, həm məktəbə hazırlıq qrupunda keçdiyimizi heç vaxt öyrədə bilmərik. Çünki uşaq bunu başa düşə bilməz. Həm də elə bil ki, lap balaca uşaqlara da, yəni daha sadə, primitiv də öyrədə bilməkdir. Uşağın səviyyəsinə bir də yaşına uyğun şəkildə verməliyik ki, məzmun da, mövzu da bir-birini əhatə eləyə bilsin. Aha, müəllimə, düzdür. Çünki müəllimələr, ümumiyyətlə, mən uşağa, deyək ki, orta qrupda 3 dairəsində öyrətmirəmsə, uşaq gedib, məsələn, 5 daha doğrusu, belə deyim ki, böyük qrupda 5 dairəsini öyrənə bilməyəsə daxı. Gərək mən bunu 3 dairəsində öyrədim ki, getsin 5, belə deyim ki, böyük qrupda da 5 dairəsini öyrənə bilsin. Ona görə də varislik prinsipi elə bu, belə deyim ki, tələbləridir də, yəni yaşlar arasında mövzunun ümumiyyətlə düzgün seçilməsidir. Elə bil ki, müəllim 3-ə kimi saymağı bacarmalıdır ki, bu uşaq biz ondan 5-ə kimi saymağı tələb eləyə bilək də. Aha, bəli, müəllimlər. Elədir. Ona görə də biz burada varislik prinsipini ümumiyyətlə qorumalıyıq. Yəni bu varisliyi qorumayanda əlbəttə ki, belə deyim ki, uşaq üçün də səmərəsiz olacaqdır, ümumiyyətlə nəticəsiz olacaqdır, müəllim də nəticəsiz müəllim olacaqdır. Yəni bunların ümumiyyətlə müəllimlər hamısı bir-biri ilə əlaqəlidir. Ümumiyyətlə metodika elə bir şeydir ki, sən belə deyim ki, məsələn didaktik prinsipləri oxumasan, inkişaf sahələrində məsəl üçün çətinlik çəkəcəksən. Ona görə də hər zaman belə sistemli şəkildə, bir-birinin ardınca oxumaq lazımdır ki, bir yanda zincir qırılmasın. Zincir qırıldı mı, ucu daha, yəni sən onu öyrənib mənimsəyə bilməyəsən. Daha sonra müəllimə, bəs müəllimə, siz mənə deyə bilərsiniz ki, VAKO hardadır? VAKO hansı didaktik prinsipimizin tələbidir? Uşaq yönümlü didaktik prinsipi. Bəs müəllimə, VAKO nədir? VAKO uşağın öyrənmə tərzidir. Elə bil ki, VAKO vizual, audial, kinestetik, bir də oxuyub öyrənmə, oxuyub yazma. Yəni hər bir uşağın özünü öyrənməsinə görə. Məsələn, elə uşaq var hərəkətlidir, biz onu oturub yazmağa məcbur edə bilmərik. Məsələn, hərəkətlərlə, fiziki tərbiyə məşqçisi ilə deyək ki, məsələn, hərəkətlərlə uşağı öyrədirik. Elə uşaq var ki, eşidərək öyrənir. Məsəl üçün, o ancaq məsələn belə deyim də, siz dərs keçirsiniz, sizin video yazılarınıza qulaq asır. Məsələn, yazmaq istəmir, amma səsinizə qulaq asıb səsinizlə öyrənməyi bacarır. Elə uşaq var ki, yalnız yazaraq öyrənməyi bacarır. O da ancaq məsəl üçün yazır, elə öyrənir. Bu uşağa məsəl üçün hərəkətli oyun və yaxud nəyisə izah edərək öyrədə bilmərik. Bu uşağın məsələn göz yaddaşı var, yazaraq öyrənməyi bacarır. Yəni hər bir uşağın özünün öyrənmə tərzi var. Bu da VAKO adlanır. Bu da uşağın öyrənməsinə görə nəzərə alınır deyil, uşaq yönümlüdür, yaxşı. Aha, bəli müəllimə, çox belə deyim ki, düzgün və əhatəli şəkildə danışdınız. Təşəkkür edirəm. Və müəllimə, siz mənə deyə bilərsinizmi ki, 1.2 hansı inkişaf sahəsinin tələbi, daha doğrusu əsas standartıdır? Müəllimə, bizim birinci inkişaf sahəmiz fiziki inkişaf sağlamlıq və təhlükəsizlikdir. 2 də odur ki, elə bir əsas standart 1.2. Bu da sadə gigiyena qaydalarının məsəl üçün yerinə yetirməsidir. Uşağın gigiyena qaydalarına əməl etməsi. Aha, məsəl üçün? Məsəl üçün orada var idi. Uşağın məsəl üçün çəngəldən, qaşıqdan istifadə etməsi. İstifadə etməsi, əlini yüzünü yumağı bacarması, geyinib soyunması. Aha. Məsələn, özü geyinib soyunursa, müəllimin köməyi ilə geyinib soyunursa, bu fizikidir. Özü geyinib soyunursa, artıq bu estetik yaradıcıdır. 3.2. Bəli, müəllimə, düz deyil, daha doğrusu vurğuladınız. Daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, hansı inkişaf sahəmizdir ki, 2 dənə standartı var? Bu bizim 3.1, 3.2 estetik yaradıcı inkişaf sahəmizdir ki, 2 dənə standartı var. 3.1 bədii yaradıcılıq bacarığı nümayiş etdirir, 3.2-də sadə əmək bacarıqlarını yerinə yetirir. Aha, doğrudur müəllimə, doğrudur.
Bəs müəllimə, belə deyim ki, nitqi dinləyib anlayır və rabitəli danışır. Hansı inkişaf sahəsinin hansı əsas standartıdır? 2.2. Aha. Bəs bu bizim hansı daha doğrusu məşğələmizlə əlaqəlidir? Hansı məşğələdə istifadə edirik? Nitqi anlayıb dinləyir, rabitəli danışır. Nitqi. Bunu biz müəllimə təfəkkür məşğələsi ilə də əlaqələndirə bilərik də. Çünki anlayır, dinləyir, eşitmə qabiliyyəti var. Bəli, Eşidir, doğrudur. Daha sonra bəs birdən də məşğələmiz var axı. Sonra təlim məşğələsi ilə də əlaqələndirə bilərik. Həmçinin biz elə bir 2.2 standartını həm təfəkkürlə əlaqələndirir, həm də savad təlimi ilə əlaqələndirir. Aha, doğrudur müəllimə, doğrudur. Yəni savad təlimi üstəgəl bədii təfəkkür məşğələsi hansı ki 2.2 standartının ümumiyyətlə tələblərini yəni yerinə yetirir. Daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, tərbiyəçi müəllim kimdir bəs? Tərbiyəçi müəllim uşaqların əqli fiziki cəhətdən inkişafını təlim edən ali və orta ixtisaslı şəxsdir. Hər tərəfli inkişafını, şəxsiyyət kimi formalaşmasını yerinə yetirən ali və orta təhsilli şəxs. Bəli müəllimə, doğrudur. Daha sonra müəllimə, belə deyim ki müəllimə, bizim didaktik prinsipimiz məktəbə qədər təhsilin hansı komponentinə daxildir? Məzmununa. Bəli, məzmununa, doğrudur müəllimə. Aha, müəllimə, təşəkkür edirəm cavablandırdığınız üçün. Siz sağ olun müəllimə, çox sağ olun. Sual-cavab olunmaq istəyən müəllimlər. Aha, Suraya müəllimə. Belə deyim ki, Suraya müəllimə, siz mənə deyə bilərsinizmi ki, məktəbə qədər ümumiyyətlə təhsil, məktəbə qədər təhsildə qısa müddətli təlim qrupu dedikdə nə başa düşürsünüz? Yəni qısa Axşamınız xeyir müəllim. Axşamınız xeyir müəllimə. Bəli. Müəllimə, bildiyimiz kimi qısa müddətli təlim valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü əsasında yaş kateqoriyalarına uyğun, ödənişsiz deməli şəkildə qısa müddət ərzində yəni yaradılan qruplardır. Bu da icma əsaslıdan ona görə fərqlənir ki, icma əsaslı qrupda yenə valideynlərin istəyi ilə, könüllülüyü ilə yaradılır ixtisaslı kadrlar olduğu halda. Ancaq icma əsaslı ödənişlidir. Ona görə fərqlənir. Həm də icma əsaslı qısa müddətli deyil. Aha, müəllimə. Çox gözəl, ümumiyyətlə düzgün vurğuladınız. Belə deyim müəllimə, siz mənə deyə bilərsinizmi ki, məsələn, rəsm çəkmək və belə deyim ki, rəsm çəkməkdə plastilinlə işdir, hansı inkişaf sahəmizin hansı standartına daxildir? 3.1 bədii yaradıcı, sadə bədii yaradıcılıqları yerinə yetirir, nümayiş etdirir. Yəni ki, estetik yaradıcının birinci əsas standartına aiddir. Aha. Məsələn, 3.1.1, 3.1.2 rəsmə aiddir, 3.1.3 aplikasiya aiddir, 3.1.4 kil işi yapmaya aiddir, 3.1.5 isə quraşdırma fəaliyyətimizə aiddir. Ondan sonra 3.1.6, 3.1.7 musiqiyə aiddir, 3.1.8, 3.1.9 isə sujetli rollu oyunlarda biz onlardan istifadə edə bilərik. Aha, müəllimə, çox sağ olun. Müəllimə, belə deyim ki, idraki inkişaf hansı didaktik prinsipin tələbidir? İdraki inkişaf yönümlülük didaktik prinsipinə aiddir. Çünki uşaqların nailiyyətlərini, sonra bilik bacarıq səviyyələrini biz daim təhlil edirik, analiz edirik, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, onları daim inkişaf elətdiririk. Ona görə də inkişaf yönümlülük didaktik prinsipilə sıx əlaqəlidir. İdrak fəallıqlarını daha da möhkəmlədirik. Yəni ki, uşağın ümumiyyətlə nailiyyətlərinin demək olar ki, bəli, dəyərləndiririk, qiymətləndiririk nailiyyətlərini, bəli. Daha sonra müəllimlər, siz mənə deyə bilərsinizmi ki,
belə deyim ki, məsələn, yaradıcı tapşırıqlar vermək hansı inkişaf sahəmizə aiddir? Daha doğrusu didaktik Yaradıcı prinsip. da Bəli, didaktik prinsiplər yaradıcılardan yəqin ki, şəxsiyyət yönümlü, yaradıcılıq uşaq yönümlüyə aiddir. Çünki daha çox uşaqların istəyinə, arzusuna, maraq meyllərinə uyğun olur deyə yaradıcılığı uşaq yönümlüyə aid eləyirik. Aha, doğrudur müəllimə. Doğrudur. Həm də onlar seçim eləyir. Uşaq yönümlülükdə seçim etmək bacarığı da var. Aha. Müəllimə, siz mənə deyə bilərsinizmi, şəxsiyyət yönümlülüyün məsələn tərifini belə deyim, deyə bilərsinizmi, şəxsiyyət yönümlü didaktik prinsipin tərifi nədir? Şəxsiyyət yönümlü tərifi odur ki, məsələn, uşaqlarda həyatı zəruri bacarıqları, dəyərləri formalaşdırır və uşaqları əsl şəxsiyyət kimi yetişdirməyə çalışır. Burada zəruri həyatı bacarıqlar nə deməkdir? Ünsiyyət, idrak, psixomotor bacarıqlar, bir də ki, dəyərlər. Milli bəşəri dəyərlər burada öz əksini tapır. Kompleks şəkildə uşaqları şəxsiyyət kimi formalaşdırır. Aha, doğrudur müəllimlər. Müəllimə, mən sizə bir sual da verim. Ümumiyyətlə müəllimə, belə deyim ki, hansı belə deyim, didaktik, daha doğrusu inkişaf sahələrimizdəki şəxsiyyət yönümlü didaktik prinsipinə daxildir? Hansı inkişaf sahələridir ki, bizim şəxsiyyət yönümlü didaktik prinsipinə daxildir? İnkişaf sahələrinin hamısı şəxsiyyət yönümlüyə aid deyil. Xeyr müəllimə. Onda yəqin ki, sadə bədii yaradıcılıq olar. Estetikdən, üçüncü inkişaf sahəmiz. Estetik yaradıcı. Baxın müəllimə, biz ümumiyyətlə burada deyirik ki, ümumiyyətlə zəruri həyati bacarıqlar və ümumiyyətlə ünsiyyət də, yəni ki, uşağın idraki, ünsiyyəti, bunlar hansı inkişaf sahəsidir? İdrak. Bəli. İdrak, daha sonra sosial, emosional, bəli, daha sonrası fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, hansı ki, şəxsiyyət yönümlü didaktik prinsipinə daxildir. Yəni 3 dənə bizim inkişaf sahəmiz, 3 dənə. Elə bil ki, şəxsiyyət yönümlü didaktik prinsipinə daxildir. Bəli, ona görə mən hamısını deyim. Mən hamısını bilirdim ki... Sadəcə estetik və yaradıcıdan başqa. Bəli. Daha sonra müəllimlər, siz mənə deyə bilərsinizmi ki, məktəbə qədər təhsilin məzmunu haqqında? Nədir məktəbə qədər təhsilin məzmunu? Məktəbə qədər təhsilin məzmunu dedikdə burada uşaqların cəmiyyətə uyğunlaşması, onların birgə fəaliyyəti, ünsiyyət qurmaları, təbiətə, insanlara həssas münasibət, özlərini digərlərinə hörmət hissini aşılamaq, müşahidə etdiklərinə münasibət bildirmək, təsvir tərtibat bacarıqları uşaqlarda formalaşdırmaq, məsuliyyətlilik, müstəqillik, cavabdehlik, uşaqlarda özünə inam hissini yaratmaq, uşaqlarda estetik dünya görüşlərini, onların nitqlərini formalaşdırmaq, bir də ki, uşaqların sağlamlıqların qorunması üçün onlarda gigiyenik tələblərə riayət etmələrinə nəzarət etmək lazımdır. Aha, müəllimə, çox sağ olun müəllimə cavab verdiyiniz üçün. Sağ olun. Müəllimə, siz mənə deyə bilərsinizmi ki, uşaq yeməkdən əvvəl əllərini yumursa, onda hansı inkişaf sahəsi formalaşmayıb? Fiziki. Və hansı fiziki. Çünki 1.2 masa arxasında sadə davranış bacarıqlarını yerinə yetirir. Burada uşaqda formalaşmayıb. Aha, müəllimə, doğrudur. 1.2. Hansı ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyə aiddir. İkinci, bəli. Bəs müəllimə, siz mənə deyə bilərsiniz ki, belə deyim ki, uşaq bloklardan bina düzəldir və daha sonra onu başqalarına izah edir də. Burada hansı inkişaf sahəsi vardır? Yəni uşaq bloklardan belə deyim ki, bina düzəldir, daha sonra onu başqasına izah edir. Burada düzəldirsə, məsələn, bu quraşdırmaya aiddir, estetikdir. Sonra izah edirsə, idrakdır. Ayrı-ayrı inkişaf sahələridirsə, eyni qrupdursa, onda üfüqi inteqrasiyadır. Müəllimə,
uşağın binalar, daha doğrusu bloklardan bina düzəltməsi idraki inkişaf sahəsidir. Hansı ki, burada İdraki uşağın inkişaf. idraki işə düşür. Yəni uşaq burada əsasən idrakla qurur da onu. Məsəl üçün biz məktəbxanada keçmişik də. Təfəkkürünə uyğun, təxəyyülünə uyğun. Yəni onu ona görə də estetik yaradıcı götürməyəcəksiniz. Eyni zamanda uşaqlarda nitq inkişaf olur. Başqa inkişaf sahəsi yoxdur. Bir məsələn idrak vardır, bir də nitq. Çünki başqasına izah edir onu. İzah edir, bəli. İdrak ona görə. Bəli. Bəli, müəllimə. Daha sonra müəllimə, siz mənə deyə bilərsinizmi ki, uşaqlar qrup şəklində rəqs edirlər. Hansı inkişaf sahəsidir? Sosialdır yəqin ki, qrup şəklində varsa sosial emosional 4-cü inkişaf sahəmizdir. Müəllimə, tək belə deyim ki, tək burada ümumiyyətlə sosialdırmı ki? Yəni uşaqlar qrup şəklində rəqs edirlər. Rəqs etmək estetik yaradıcıya aiddir. Aha, daha sonra? Bəli. Orada kinestetika varsa da fizikiyə aid etmək də olar. Bəli, müəllimə. Hərəkətlər varsa. Ümumiyyətlə sizə dediyimdən situasiyada 3 dənə inkişaf sahəsi reallaşdırır. Həm fiziki, həm estetik, həm sosial. Estetik, bəli, həm də sosial emosiya. Üçü birində. Çünki nəyə görə? Çünki uşaqlar bu yenə üfüqiyə gedir da, üfüqi inteqrasiyaya gedir. Bəli, müəllimə. İnkişaf sahələri arasında. Aha, inkişaf sahələri arasındadır. Ancaq ki, müəllimə, çünki burada 3 dənə, yəni ki, burada belə deyim ki, həm hərəkət var, həm uşağın yaradıcılığı var, həm də ki, uşaqlar arasında qrup əməkdaşlıq var. Əməkdaşlıq var, bəli, müəllimə, doğrudur. Yəni ola bilər sizə testdə belə deyim ki, yəni ümumiyyətlə belə deyim ki, situasiyalar düşə bilər. Siz həmişə ona diqqət edin. Tək burada estetiki götürməyəsiniz ki, tək burada emosionalı götürə bilməzsiniz axı. Çünki burada 3 dənə inkişaf sahəsi reallaşıbdır. Bəli. Aha, müəllimə, çox sağ olun müəllimə cavab verdiyiniz üçün. Sağ olun müəllimə. Daha sonra sual-cavab olunmaq istəyən müəllimələr varmı? Aha, müəllimlər, yəni ki, müəllimlər, bugünkü dərsimiz inşallah yekunlaşdı. İnşallah gələn dəfə sizinlə bizim növbəti dərsimiz olacaqdır 3-cü günü, həftənin 3-cü günü. Mən hansı ki, siz 3-cü günü oxuyacaq olacaq mövzuları göndərəcəm qrupa, hansı ki 5 dənə mövzudur. Onları oxuyarsınız, yaxşı oxuyarsınız. Əsas odur ki, onun mahiyyətini başa düşün. Yəni ki, onu quru-quru əzbərləmək nə var ki, orada ümumiyyətlə müəllimlər sizə orada bildim ki, əzbərlədiyiniz düşmür. Əsasən ki, müəllimlərdə belə deyim ki, situasiya düşür. Və siz o sizdən soruşduğu cavabı orada əks etdirir ki, sizə orada nə lazımdır da, orada nə belə deyim ki, nə lazımdır, onu sizdən soruşmaq istəyir ki, yəni ona görə də müəllimlər dərk edərək oxumaq lazımdır və belə deyim ki, bugünkü deyim ki, cavablarınız xoşuma gəldi, bilirsiniz, yəni ki, sadəcə biraz da təkmilləşmə lazımdır. O da inşallah dərslərimizin sual-cavabınızın sayəsində daha da təkmilləşəcəksiniz. Narahat olmayın heç. İnşallah qarşımızda bir neçə ay var. Yəni ki, hələ ki yayda belə deyim ki, gözlənilmir. Yəni olsa da hardasa belə deyim sizə avqust ayının sonu və yaxud da payız fəslində, yəni ya avqustun sonu və yaxud da ki payız fəslində gözlənir imtahanların olacağı. Çünki belə deyim ki, yerləşdirilməyən müəllimlər var hal-hazırda. Onlar da yerləşdirəndən sonra yəqin ki, imtahanlar təşkil olunacaqdır və ümumiyyətlə belə deyim müəllimlər, heç vaxtlar qorxmayın, çəkinməyin, heç nədən ümumiyyətlə belə necə deyim, stresə düşməyin də. Siz daha da çünki o sadəcə sizin oxuduğunuz mövzulardan düşür. Yəni başqa heç bir şey düşmür. Yəni sadəcə oxuduğunuz mövzuları dərk edərək oxuyun. Yəni onun mənasını başa düşərək oxuyun. İnşallah nailiyyətləriniz də yüksək olacaqdır. Yəni heç bir şeydən çəkinməyin.
Aha, müəllimlər, bugünlük bu qədər. Sağ olun, gecəniz xeyrə qalsın. İnşallah bu izdə paylaşacağam Telegram kanalında. İnşallah ki, nailiyyətləriniz də yüksək olar. Sağ olun Gecəniz müəllim. xeyrə qalsın. Oldu, sağ olun müəllimlər.